Bu xırçıltıda ne demək istədiyimi bildiniz. Bu yaxınlarda bir restoranda yediyim turşu çox xoşuma gəlmişdi. Mən də evdə hazırladım və sizlərlə bölüşdüm. Çox dadlı və möhtəşəm oldu. Mütləq siz də hazırlayın. Hazırlamaq üçün bizə lazım olacaq 2 ədəd qırmızı kələm. Yuyuruq kələmləri, kəsik və doğrayıcı vasitə ilə doğrayırıq. Əminəm ki, doğrayıcı vasitə hər kəsin evində var. Kələmləri doğradıqdan sonra üzərinə 1 yemək qaşığı limon tuzu əlavə edib əlimizlə suyu çıxana qədər ovuruq. Mən bir qabın içərisinə kötüklərini atmıram. Kötüklərini də doğrayıb əlavə edirəm və doğradığımız kələmləri üzərinə əlavə edib və 1 stəkan üzüm sirkəsinin içərisinə 3 və ya 4 yemək qaşığı duz əlavə edib qarışdırıb üzərinə əlavə edirəm. Və üzərinə 3 və ya 4 diş də sarımsaq doğrayıb əlavə edirik və üzərinə çıxana qədər soyuq su əlavə edib sərin yerdə saxlayırıq. Demək olar ki, turşumuz 3 günə hazır oldu. Çox dadlı və möhtəşəm alındı. Özəlliklə də yağlı yeməklərin yanına super alınır. Mütləq hazırlayın. Hazırlayan hər kəsə nuş olsun. Hələlik.